Choose the correct variant. Doğru variantı seçin. Biz burada həm yiyəlik al, həm də qarşıdakı kəmiyyətlə ismin uzlaşmasına diqqət etməliyik. A variantında a few years plan bir neçə illik planı nəzərdə tutur. A few-dan sonra sayılan cəm isim gəlməlidir. Years ismi S qəbul edərək cəmlənib və S qəbul edərək cəmlənən isimlərin yiyəlik halına sadəcə apostrof əlavə etmək kifayətdir. Bu səbəbdən A variantı bizim doğru cavabımızdır. B variantında the Browns car Z artiklı soyad cəm olanda istifadə olunur. Yəni S apostrof olmalıydı ki, doğru olsun variantımız. Artiklın işlənməsinə görə yanlışdır. Daha sonra C variantında this policeman's car. This işarə vəzindən sonra tək isimlər istifadə olunmalıdır. Policeman isə kökdən dəyişərək cəm olduğu üçün yanlışdır. Daha sonra Jane and Mark's fathers. Əgər atalar deyiriksə, demək ki, ortaq olmayan atadan söhbət gedir və ortaq olmayan nədənsə danışırıqsa, hər iki adda apostrof S olmalıydı. Jane apostrof S qeyd olunmadığı üçün variant yanlışdır. Y variantında women's bags cəmi kökdən dəyişən isimlərin yiyəlik halı sadəcə apostrof S əlavə etməklə düzəldiyi üçün burada isə həm kökdən dəyişib, həm də S əlavə ediblər cəmisi. Y variantı bu səbəbdən yanlışdır. Doğru cavabımız A variantı götürülür.